Belə deyərdim ki, insanların qanunları ədalətli şəkildə tətbiq etdiyi zaman qanunun ürəyi bəli olur. Bəzən insanlar düşünürlər ki, əgər bir vəkil bütün qanunları daha dürüst, digərlərindən daha üstün bilirsə, o zaman istəmədən hər hansı bir qatı cinayətkarı, hər hansı bir cəmiyyətə yararsız olan şəxsi müdafiə etməli olur. Hesab edirəm ki, bütün sahələrin öz çətinliyi var. Lakin bu sahələr içində düşündüyümə görə ən çətini vəkillik sahəsidir. Əslində bu sual çox fəlsəfi sualdır. Yəni təbii ki, ilk baxışdan insanlara elə gələ bilər ki, qanunun ürəyi ola bilməz. Çünki qanunlar yazılı mətnlərdir, soyuq, dəyişməz, hissiz. Lakin qanunları araya ərsəyə gətirən məhz insanlardır. Qanunları yazan, onları tətbiq edən, onları hər hansı bir sahədə onlardan istifadə edən şəxslər məhz insanlardır. Və bu soyuq, dəyişməz qanunlar insan ədaləti ilə birləşdikdə məhz qanunun ürəyi əmələ gəlir və belə deyərdim ki, insanların qanunları ədalətli şəkildə tətbiq etdiyi zaman qanunun ürəyi bəli olur. Yaxşı vəkil yalnız qanunları yaxşı bilən, qanunları yüksək dərəcədə tətbiq edən vəkil deyil. Bəzən insanlar düşünürlər ki, əgər bir vəkil bütün qanunları daha dürüst, digərlərindən daha üstün bilirsə, o zaman o yaxşı vəkil hesab olunur. Xeyr, mən hesab edirəm ki, yaxşı vəkil məhz həmin qanunlardan ədalətli şəkildə, doğru düzgün şəkildə və öz müştərisinə uyğun şəkildə həyata keçirən, tətbiq edən vəkil yaxşı vəkil hesab edilir. Bir hüquqşünasa veriləcək ən çətin sual, bu da çox maraqlı sualdır. Yəni mən düşünürəm ki, artıq uzun müddətdir ki, vəkillik fəaliyyəti ilə məşğulam, 20 ilə yaxındır. Mənə bu vəkillik fəaliyyətim dövründə ən çətin sual hansı sual olub, hansı sual verilib. Bəzən insan istəmədən hər hansı bir qatı cinayətkarı, hər hansı bir cəmiyyətə yararsız olan şəxsi müdafiə etməli olur. Çünki həmin şəxsin də müdafiə hüququ var. O zaman bəli, qarşı tərəfin nümayəndələri vəkilə sual verə bilərlər ki, siz niyə bu işlə məşğulsunuz, niyə onu müdafiə edirsiniz? O zaman bəli, vəkil təbii ki, hər hansı bir dərdi olan, tutaq ki, öz övladını itirmiş və yaxud hər hansı bir böyük məbləğdə zərər çəkmiş şəxsə izah etməkdə çətinlik çəkir ki, məhz cinayətkarın da konstitusiyon müdafiə hüququ olduğu üçün onu müdafiə edirik. Ona görə də bu sualı mən çətin sual hesab edirəm. Bu suala cavab olaraq demək istəyirəm ki, təbii ki, bu doğru fikirdir. Təbii ki, insan həyatını qanunlar idarə etsə də, hər bir halda bütün deməli, həm konstitusiyamızda, həm bütün beynəlxalq və daxili qanunvericiliyimizdə demək olar ki, bütün dünyada insan hüquqları hər bir qanunlardan, hər bir normativ aktlardan üstün hesab edilir. Məhz qanunlar da insanların hüquqlarının müdafiəsi üçün nəzərdə tutulur, qərarlar qəbul edilir və məhz buna görə də həqiqətən də insan həyatının qanundan üstün olması doğrudur və qanunlar da insan həyatının müdafiəsinin təmin edilməsi üçün tətbiq edilməlidir. Sualı əslində 3-cü ya 2-ci suala cavabında vermişdim. İndi bir qədər daha geniş deyim ki, yəni hər bir şəxsin müdafiə olunmaq kimi konstitusiyon hüququ var. Ona görə də yəni ən qatı cinayətkar belə məhkəmədə, istintaqda müdafiə olunmalıdır. Və hətta bizim Cinayət Prosessual Qanunvericilikdə cinayətkarın müdafiəçi istəməsə belə məcburi şəkildə müdafiəçi ilə təyin edilməsi halları mövcuddur ki, bu hallar da qanunda sadalanır. Tutaq ki, şəxs xüsusilə ağır cinayət törətmişdirsə, onun 50 dərəcəsi vardırsa, yetkinlik yaşına çatmamışdırsa və sair hallarda. Məhz bu baxımdan da qanunvericiliyin bu normasından da göründüyü kimi hər bir şəxsin müdafiə hüququ toxunulmazdır. Bu onun konstitusiyon hüququdur. Ona görə də onun törətdiyi cinayətdən asılı olmayaraq hər bir şəxs müdafiəçi ilə təmin olunmalıdır. Mən hesab edirəm ki, hüquqşünas ixtisasında bütün peşələr çətindir. Həqiqətən, baxın, indi həm hakim, həm ibtidai istintaqı və yaxud araşdırmanı həyata keçirən orqanlar, o cümlədən təhqiqatçı və ya müstəntiq, həm prokurorluq orqanının əməkdaşı, həm vəkil öz sahəsində hər hansı bir fəaliyyəti həyata keçirərkən çox böyük çətinliklərlə rastlaşır. Və hər bir hüquqşünas ixtisası üzrə işləyən şəxs insan taleyi ilə bilavasitə əlaqəli olan qərarlar qəbul etdiyi üçün məsuliyyət daşıyır. Hesab edirəm ki, bütün sahələrin öz çətinliyi var. Lakin bu sahələr içində düşündüyümə görə ən çətini vəkillik sahəsidir. Çünki sadaladığım digər sahələrdə, o cümlədən hakimlər, prokurorlar, müstəntiqlər, təhqiqatçılar özləri hansısa formada qərar verə bilirlər. Lakin vəkillər isə qərar verən şəxslər olmadıqları üçün onların işi daha məsuliyyətli və daha çətindir.
Düşünmürəm ki, bu sual bütün şəxslərə aid etmək olar. Bu sualı bir qədər fərdiləşdirə bilərdik. Yəni insanların hamısını eyniləşdirmək bir qədər düzgün olmazdı. Təbii ki, bəzi insanlar var ki, onlarda həqiqətən də hiylə, həqiqət hissindən daha çoxdur. Lakin bunu hamıya şamil etmək olmaz. Biz öz iş rejimimizdə işlədiyimiz müştərilərlə də bəzən belə hallarla rastlaşırıq ki, hətta vəkilə belə ən düzgün informasiyanı vermirlər, hiylə işlədirlər. Tutaq ki, hər hansı bir cinayəti törədiblərsə, onu vəkilə belə etiraf etmirlər. Təbii ki, bu halda insanlar hiylədən istifadə edirlər. Lakin yenə də bu sualın tam doğru, düzgün olduğunu düşünmürəm. Hesab edirəm ki, insanların əksər hissəsində ədalət hissi daha çoxdur, nəinki hiylə.